biz bu hakimiyyəti dəyişmək üçün, yəni dostumuzu, düşmənimizi tanımalıyıq. Gəlin bir anlıq Vaqif Mustafayevi götürək, kəsək turlayaq da Azərbaycanda bunun adında şərəfsiz adam olmuyor. Nə Mirzavet var, nə bəyin oğurlanması. Azərbaycan mədəniyyətinə, Azərbaycan incəsənətinə nə ziyan gələ bilər? Amma o şəxsiyyət olmuş olsaydı Azərbaycan tarixinin mədəniyyətində Ədil İskəndərov kimi, tamam başqa şey ola bilərdi. Yəni tamam başqa şey olardı ki, məsələn deyək ki, bilmirəm, daha hansı sözlər demək lazımdır. İnanın mənə, mənim üçün yenə deyirəm, məsələn, Vaqif Mustafayev təkcə əgər bəyin oğurlanmasından yaramazı çəkmiş olsaydı, ondan sonra heç nə çəkməsəydi bəs idi. Yəni, bəs idi ki, şey deyəsən ki, məsələn, bax, məsələn, Vaqif. Amma bu, deyək ki, yarınmaq üçün, vəzifəyə getmək üçün, nə bilim, gəldi, həmən bu vəziyyət, 12 dənə film çəkmişəm deyir və ondan sonra da təsəvvür edin, hələ bununla da durmur. Sonra da gedib Space-də bir veriliş açıb, sadə həqiqətlər, adını da qoyub sadə həqiqətlər. Respublikada nə qədər dəladuz var, gözünə də bir-iki dənə deyək ki, Rəşid Mahmudovdur, deyək ki, Sərdar Cəlaloğludur, nə biləm, belə bir adamlardan qatıb, orada danışdırır və sonunda da hər birinə az qala şeylə dedirtməyə çalışır ki, bəs Heydər Əliyev ümummilli liderdir. Ged otur yerindədir, hər şeyi alıbsan falan, sənin bax bu sadə həqiqətlər sənin nəyinə lazımdır. Baxın, bu ölkədə Allahla bağlı olan Şeyxülislam vəzifəsi müqəddəs vəzifədir. Bugün Azərbaycanda onun başında oturan adam Allah şükür Paşazadə dəladuzdur. Yəni bunları işləyən adamdır da Allahın adamı öz bəndəsindən oğurluq eləyərmi? Neyse dostlar, yəni əvvəli verilişimizin başlanğıcında nəsə müəyyən problemlər oldu. Allah qoysa çalışarıq gələn, yəni sabah yox, o birisi gün olmasın. Allahın köməkliyi ilə bir saatımız tamam oldu, hələ 3 dəqiqədə keçib gələn sabah yox, birisi gün saat 2-də, bax elə bu vaxtı görüşmə ümidi ilə sağollaşıram sizdən. Sağ olun, var olun, çalışın, bəyənin, abunə olun və çalışın. Mən düzün deyim ki, sizə dostlar, mən istəmirəm ki, siz hər adamı çağırıb, məsələn, mənim kanalıma abunə eləsiniz. Yox. Yəni, o adamlar ki, doğrudan da, yəni, bu rejimin qarşı mübarizə aparmaq istəyir. Bu rejimə qarşı. Sabahları deyək ki, biz deyəndə ki, filan vaxtı meydana çıxmaq lazımdır, meydana çıxacaq. O adamlar, qoy o adamlar bizim kanalımıza abunə olsunlar. Mən istəmirəm, mənim kanalım 100 min olsun, lazım deyil. Elə 10 min olsun, amma o adamlar ki, o adamlar istəsinlər. Ki, o adamlar, məsələn, deyək ki, baxıram, baxışlara baxıram, baxdım, məsələn, deyək ki, bu son ayın 15-dən bu tərəfətdə efirə çıxırıq. Mənim ən çox kanalda baxılan verilişlərim 5 min tərəfə keçmir. Halbuki, bizim 11 min abunəçimiz var. Yəni, ən aşağısı deməli, deyək ki, bunun 5-i, heç olmasa 6 min adam baxmalıdır da. Yəni, o nöqteyi nəzərdən deyirəm. Sağ olun, salamat qalın. Allahın köməkliyi ilə mən elə düşünürəm ki, dostlar, hər qaranlıq gecənin bir gündüzü var. İnanın mənə. Yəni, gün gələcək, yəni o 7 uğur istərəm də həmən bu dediyin Əbdül Mahmudov deyək, bir vaxt gələcək, o Qasım rolunda oynayan, deyək ki, bir vaxt gələcək, gecələr işıqlar yanacaq, deyəcəklər ki, bu gecə teatrda Ölülər tamaşası oynanılır. Kevin İskəndər rolunda Qasım Mədədoğlu özü oynayır. İnanın, mən o günü gözləyirəm ki, yəni o gün Allahın köməkliyi ilə gələcək. Sadəcə olaraq biraz gec, biraz tez. Amma tez olsa inanın mənə. Yəni o da yenə deyirəm sizin üçün, bizim üçün. Yəni
nə qədər biz tez ayılsaq, tez özümüzə gəlsək, o qədər yaxşıdır. Sağ olun, salamat qalın. Allah qoysa görüşərik.